Sən elə bilirsən ki, o səni bağışladı? O sadəcə doğranı gözləyir. Qərar vermək. Hayda, kosmos uçmaq daha asandır. O balaca itlərə, filmlərə, hətta alınmayan kotletlərə görə üzülə bilər. Amma əgər sən onu incitsən, Allah sənə səbir versin. Razısan? Əla. Razı deyilsənsə uğurlar. Buğalar heç vaxt enerjisini boş yerə sərf etməz. Dadlı yemək, sərin içkilər. Əlbəttə ki, həmişə vaxt tapılar. O təsadüfən vurula bilər. Gün batımına, bir mahnıya, divardakı yazıya. Sonra isə heç bir səbəb olmadan üzülə bilər. 10 dəqiqəyə hazıram. Sən artıq bilirsən ki, ən azı 1 saatın var. O deyəcək ki, mənim üçün heç bir fərqi yoxdur. Həm də çox böyük fərqi var. O deyir ki, məşğuldur. Əslində isə o həqiqətən də məşğuldur. Məntiq, düz yollar, adi şeylər, xeyr, təşəkkürlər. Onun qəribəliklərinə alışmalısan, yoxsa heç vaxt başa düşməyəcəksən. Bu dəfə qərarımı verdim. Gedəcəm. Görəsən gedim, ya getməyim? Şir bircə otağa daxil olur və təbii ki, bütün gözlər onun üzərindədir. Səbəb? Çünki bu şirdir, əzizim. Fərqlilik, gözəllik və güclük hər zaman öz rəngimizi tapırıq. 8 Mart bayramımız mübarək.